Görürsünüz, Putin nükleer savaş için çalışmalar edir. Yani raketleri nükleer hazır edindir, nükleer raketleri. Yani biz bu şeyleri sizlere vaxtilə illər öncə deyəndə ki, dünya bu duruma gəlir, 2025'i sağ salamat çıxsa dərdimiz olmayacaq deyəndə o sözündən yapışıblar ki, sən 2025'indən sonra hər şey yaxşı olacaq demişdim. Amma demirlər ki, 2013-cü ildə dünya hər yer sakit olanda Nadim Əlixanov 12 il, 13 il, 14 il bundan əvvəl verdiyi proqnozları sadəcə tarixdə bir balaca səhv var. Okey, mən 2025'in axırında hər şey yaxşı olacaq dedim. Tarixdə okey, yanlış oldum. 13 il bundan əvvəl dediyim tarixdə 1-2 il yanlış ola bilərəm. Amma yaşadığınız Qarabağ savaş, Filistin savaş, 15-10 gündə olsa İran savaş, bitmeyen Ukrayna-Rusya savaş. Bunu görmür. Hələ də bundan sonra devam eden prosesler ki var. Hindistan, Pakistan savaşı kulaq dibində də bunu çox adam görmür, demir, danışmır bu barədə. İsraillə İran savaşı və belə orada bölgədə daha böyük savaşları qulağın dibindədir. Bunlar hələ ki Çexolu demirlər. Başımız qarışıbdı indi. Allah canınızı sağ eləsin bizim dövlətin böyüklərin ki, gözəl işlərimizdə də bugünkü gün doğrudan da bizim dövlət üçün qəşəng paradlar, bayramlar, bu şeyləri görən insanlar mənim dedikləri bugün anlamaz. Amma dünya basını, dünya medyası, bütün dünya hal-hazırda nükleer savaşdan, Putinin elədiyi, etmək istədiyi işlərdən danışır. Və Trump gələndə nə deyirdi? Mən bir günə, 5 günə nə bilim savaş bitirəcək. Mən Əlixanov Nadiminə deyirdim. Deyirdim ki, bu savaş bitən deyil, bu 3-cü dünya savaşa qədər gedib çıxacaq. Bunları görmürsünüz. Trump kimi adamın dediği sözlere göre bütün Türkiye'nin, Rusya'nın, dünyada Azərbaycan çox, həddindən artıq çox tanınmış politologlar, bəli, Trump gələcək, bu savaşı bitirəcək deyirdilər. Amma nə oldu sonuç? Nabarot, Amerika'da hal-hazırda NATO'ya dəstək verərək daha çox Rusiyaya qarşı çıxır. Baxmayaraq ki, Putin güya Trump dostluğu var deyirdi. Yani sonuç olarak Nadim'in dedikleri yaşayır, sadece tarihte fark var. Siz o tarihten yapışınca hislerimizin dediğiniz doğru şeylerinize göre kulak asın ki gedib o enerji kaldırıram diye heç nə sizin barədə görmədiyiniz, psixolog kimi sizden problemleri soruşarak mən problemin köküne gedirəm deyə müvəqqətidir gərginlik yaşayan insanlara bir-iki dənə kömək eləyən insanlara aldanınca əvvəl problemi dibindən görən, bu kadar şeyleri görən sizin problemi de görür. O insanlara aldanınca, o güçlü insanları gedib qəbullara və ya heç qəbula getmədən hansısa bir adam bələd idi deyə 5-10 dənə kəlməyə telefondan, YouTube'dan, hansısa kitabdan oxumusunuz deyə özünüzü ağıllı hesab edən kəslərə deyirəm ki, hisslərin dediyinizi, doğru şeyleri heç kim heç yerde ya yazıbdı ya da deyə bilər. Çünkü hisslər doğru olan, baş verəcək olan şeyleri deyir. Onlar günü səhv deyər, ili səhv deyər, amma biraz da üstündən vaxt getmədən dedikləri ardıcıl şəkildə olur. Nətər ki zəlzələni gözləyir, çox yaxın müddətdə dünyada bir çox ölkələrdə böyük zəlzələlər gözləyir, bunu görmürsünüz. Dünya savaş kulağın dibindədir, deyirdim neçə illərdir, aylardır bunu, indi deyəcəksiniz ki, hansısa kanallara baxıb danışırsınız. Hansısa kanallar, hansısa politologlar, hansısa savaşlar olmayana qədər. Facebook Nadim Əlixanov, Instagram Nadim Əlixanov kanallarında var da bunlar. Bunlar neçə illərdir biz deyirik və bugün bunu yaşayır və insanlar her şey Allah'ın yazısı da deyir. Sanki Allah'ın yazısı Putin'den, Trump'ın kiminsə əlindən yazırlar. Belə şeylər, belə yazılar yoxdur. Bu yazıları inananlar özünüz bilərsiniz. Ona inananların çoxları da Suriye'de canından oldu. Yadındadırsa çoxları
Suriye qardaşlar, o bu deyə gedib orada savaşanlar çoxdur, düzdür. Kimlərinsə xətrinə deyə bilər. Amma kimlərsə canından, evindən, arvadından, uşağından, əlindən oldu. Kimlərsə onun üzərində özlərinə biznes qurdular. Həmən düşmən hesab elədiyi Amerika ilə, nə bilim, bəzi ölkələrlə də gedib ölkələrində oturur, durur, sazişlər bağlanır, öz ətrafında 56 komandaya istədiyi gün yaşadırlar. Və Amerikada öz istədiyi insanlara onu yaşatdırırlar. Hara getdi bu din? Hara getdi bu siyonistlər dediyiniz İsrailə qarşı olan, Amerikaya qarşı olan qruplaşmış adamlar bugün gətirib Suriyada ölkə başına qoyublar. Bu da olur din altında yaranmış bir ceyranın lideri. Əvvəl buna deyirdilər çoxlu ölkələr terörist, indi də oldu prezident. İndi də həmən o prezident, həmən o özünün döyüşdüyü insanlarla oldu barışçıl. Çünki niyə? Ortaq istəklərini bir araya gəlir. Ortaq istəyi nədir? Dünyada gedən proseslər bir əldən, bir cür idarə etmək. Və bunu görməyən insanlar da hələ bir televiziyadan, hələ bir şeyin dediyinə aldanır, hələ bir kitabın yazdığına aldanır və sonuc olaraq da öz əzizləri itirməklə başa gətirir. Nətər ki, Ukraynada da bugünkü gün bir oyun oynanılır. Savaş adında insan azaltmaq. Bu mənim şəxsi fikirlərimdir. Yəni, dünyada gedən prosesləri bir şərh etmək istədim. Habelə də verdiyim proqnozları doğru çıxdı. Çünki çox adamlar nə olacaq deyə soruşur deyə. Təbii ki, dünya savaş qaçılmazdır. Böyük zəlzələlər qaçılmazdır. Bunu Allah eləmir. Sadəcə dünyada dünya idarə edən, gözə görünməyən, hər kəsə rəhbərlik edən bir qurum, bir adamlar etdiyini düşüncəsindəyəm. Və dünyada bu bütün böyük ölkələrin başında olan güclər də onlara qulaq asmaq durumda və onların istədiyi oyunları aparmaq durumda davam edir. Bizə arada sakitçilik, relax olacaq kimi sazişlər göstərir. Mən bu barədə dəfələrlə, 1000 dəfə danışmışam ki, hansı ki o Avropa liderlər, o bu, onlar yadındadırsa samitlər olub bir yerə yığılanda bunlar söz altında barışçıl addımlar atacaq, amma gerçək olan savaşlar davam edəcək demişdim və bunu da biz bugün görürük və buna oxşayan addımlar da atmağa davam edir. Nə deyim? Allah qorusun siz demişkən. Sağ olun.